Valideynlərdən yığılan pulların çekləri, yığılan pulların köçürüldüyü bank hesabı, Beynəlxalq Müəllimlər Günü ilə bağlı valideynlərdən pul yığıldığı iddia edilən Valideyn Komitəsinin səs yazıları. Bütün bunları Xəzər Xəbərin WhatsApp qaynar xəttinə pul yığılmasından narazı qalan valideyn göndərib. Qızlar, siz bu 6 bazar bu fen müəllimələrin 10 manatlarını atın heç olmasa. 20 manata zərər yoxdur. Üstünə kimi gələn həftənin 1-ci, 2-ci, 3-cü günləri atarsınız. Səs yazısının Abşeron rayonu Xırdalan şəhərində yerləşən 2 saylı tam orta məktəbin 7B sinifinin Valideyn Komitəsinin sədri Aynurə Hümbətovaya aid olduğu bildirilir. Qızlar, siz atırsınız, bura çek atırsınız, narahat olmayın. Mən sonra gəlirəm, buradan bir-bir oturub baxıram hamısına. Kim atıbsa qeyd edirəm. Yəni, narahat olmayın. Məlum səs yazısı Xırdalan şəhərində fəaliyyət göstərən 2 nömrəli tam orta məktəbdən olduğu iddia olunur. Valideyn komitəsi olan şəxs məhz müəllimlər günü ilə bağlı müəyyən məbləğdə vəsaitin toplanmasını tələb edir. İddiaya görə Valideyn Komitəsi hər ailədən 30 manat məbləğində pul toplanmasını bildirib. Siz atana kimi siz bütün günü qrupa səs atacam. Axşama kimi səs atacam qrupa. Axşama kimi yox, dərcə bazar günü axşama kimi. Dayanmadan səs atacam qrupa, qızlar. Atın yekunlaşdınız. Sizin də canınız qutarsın, mənim də. İddialarla bağlı üst tutduq sözü gedən məktəbə. Mən orada işləyirəm, yəni heç bir pul toplanmasını yəni eşitməmişəm, yəni xəbərim yoxdur. Bizdə elə bir şey yox, olmur ki, yəni kimsə kiməsə pul atsın, elə bir şey olmur. Siz bir valideyn kimi nə qədər pul verirsiniz? Verməmişik. Valideynlər və müəllim bunun əsassız olduğunu desələr də, şagirdlərdən bəziləri hər valideyndən 30 manat yığıldığını təsdiqlədilər. Nə qədər pul vermişsiniz? 30 manat. Valideyn komitəsi yığıb, yoxsa müəllim tələb edib? Müəllim tələb edir. Dedi ki, verməlisiniz. Yox, müəllimlər gününə girmişdi. İddialarla bağlı 7B sinifinin Valideyn Komitəsinin sədri Aynurə Hümbətova ilə əlaqə saxladıq. O, müəllimlərin onlardan pul tələb etmədiklərini bildirdi. Valideyn Komitəsinin sədri səs yazılarının yayılmasından xəbərdar olduğunu bildirdi. Pul yığılmasına gəlincə, Aynurə Hümbətova burada qeyri-adi heç nə olmadığını dedi. Burada nə var ki, bütün məktəblərdə valideynlər özləri könüllü şəkildə bunu edirlər. Biz də müəlliməni təbrik etmək istədik, amma alınmadı deyə o qeyd edib. Abşeron Xızı Regional Təhsil İdarəsindən isə bildirildi ki, 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə valideynlər tərəfindən hər hansı maddi və qeyri-maddi nemətlərin qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yol verilməzdi. İdarədən o da qeyd edildi ki, sözü gedən məktəbin 7B sinifinin Valideyn Komitəsinə